Prezidentimizlə görüşdə demək istəyib dilə gətirə bilmədiyim bircə o idi ki, Allah bu torpaqlar uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Mən o igidləri öz oğlumdan ayırmamışam, hər biri mənim balamdır. Bu sözləri ötən gün Prezident İlham Əliyevlə görüşü gündəm olan Vətən müharibəsi şəhidi Samir Sarıyevin atası Əli Sarıyev Qafqaz İnfoya təəssüratlarını danışarkən deyib. Hocavat'ta. Hocam. Allah rahmet eylesin. Oktyabr yenisi şöyle. Allah rahmet eylesin. Sizi inşallah zamanla ne kadar borcu ne de olur tabii. Çok Allah şey rahmet eylesin. cennetten. Sağ ol. Məni kövrəldən o oldu ki, oğlum elə doğma Zəngilanımız, Qarabağımız üçün canından keçdi. İndi o torpaqlarda prezidentlə görüşürdüm. Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi. Tapşırıq verdi, ayrıca maraqlandılar. Tək qoymadılar. Çox sağ olsunlar. Gücülü sarmam. Siz bir yaşı danışabildim. Gücülü sarmam. Ben sana minnettarım. Sağ ol. Çok sağ Sağ ol. ol. Yola sağ ol. Samirin müharibəyə getməyi indiki kimi yadımdadır. Dostları ilə görüşə getmişdi. Gördüm ki, zəng gəldi. Çağırıb soruşdular. Dedi ki, saat 8-də orada olacam. Mən getdiyi gün bilmişəm ki, adını könüllü yazdırıb müharibəyə gedir. Tərifləmək istəmirəm, amma komandiri, döyüş yoldaşları onun döyüşdəki şücaətindən danışırdılar. Əli Sarıyev, Samir müharibədə olarkən onunla telefon danışıqlarından birini xüsusi vurğulayıb. Biz Zəngilandan köçkün düşəndə böyük oğlum hələ təzə-təzə addım atmağa başlayırdı. Samir isə anasının bətnində idi. Bir neçə ay sonra doğulacaqdı. Qismət olmadı, oradakı evimizi heç görməmişdi. Cəbhəyə gedəndə də anası 5 ildir ki, vəfat etmişdi artıq, amma əskərliyini görmüşdü. Müharibədə olanda zəng vurdu ki, ata, Zəngilandakı evimizin yerini istinad verə bilərsəm, buradayam, tapmaq istəyirəm. Təxmini başa saldım, amma Zəngilanda döyüşsə də dedilər ki, evimizi yenə görə bilməyib. İndi o evin açarını almağımın mənim üçün xüsusi mənası var idi. Zəngilan şəhərinin mərkəzində küçələrin birinə də Samirin adı verilib. Açılışı dünən oldu. Şəhid atası sonda onu bildirib ki, indi böyük oğlu, gəlini və məktəbli nəvəsi Aylinlə Samirin və onun kimi minlərlə şəhidin qanı bahasına qazandığımız Zəngilanda qürurla yaşayacaq.